Bizim Azərbaycanlılarımız ehtiyac üzündən gedirlər. Orada da Ruslar bilirsiniz nə edir? Cərimələr yazır, boynuna deyir ki, İlham Əliyev kimi burada böhtan atır, tutur, deyir ya türməyə göndərəcəm ya müharibəyə gedəcəksən. Heyləri ilə Azərbaycan oğullarını bugün müharibəyə göndərirlər. Onlar da gedirlər, ölür, itibata düşürlər. Oqtay İskəndərlinin çıxışına siz yəqin ki, baxmışsınız. Yəni 500-dən çox itkin düşmüş Azərbaycanın sayı 500-dən çox keçib. Yəni ölənlərin. Yəni o nöqteyi nəzərdən, yəni biz inanın çalışmalıyıq. Çalışmalıyıq və biz də burada çalışırıq. Mən bilirəm ki, yəni o adamlar hansı ki əlaş dərdindən Rusiya üst tuturlar, gedirlər ki 5 manat, 10 manat pul qazansınlar. Bu saatda Rusiyada, yəni deyək ki 20 il, 30 il bundan qabaq gedən adamlar da oturuşub biraz pul qazananlar. İndi gedənlər gərək geçsin bazarda, onu apar, bunu gətir. Yəni iç zulumu ilə 5-10 manat qazana bilirsə böyük şeydir. Yəni o nöqteyi nəzərdən, yəni sadəcə olaraq məsələn bugün Rusiya hökuməti Azərbaycanlılara hörmət eləmir. Ümumiyyətlə Qafqazdan gedənlərə hörmət eləmir. Xüsusilə də Azərbaycanlılara. Bilirsiniz niyə? Ona görə ki, Azərbaycanlıların yiyəsi yoxdur. Azərbaycanın başında duran adam yoxdur ki, onu müdafiə eləsin. Bir ölkəyə qoymur gəlməyə, özünü elə göstərir ki, güya ki, Rusla düşməndir. İlham Əliyev ömrü boyu Rusla düşmən ola bilməz. Yadınızda saxlayın. Sadəcə olaraq keçən dəfə İlham Əliyev qorxusundan getmir Rusiyaya. Ona görə ki, bilir ki, o Putinin kitabındadır. Putin onu dəyişmək istəyir. Ancaq o nöqteyi nəzərdəndir. Yəni, yəqin ki, indi Ukraynada müharibə bitəndən sonra bu məsələlərin biz şahidi olacağıq, inanın mənə. Yəni, bunlar hamısı o qədər açıq, o qədər aydın məsələlərdir ki, yəni, Azərbaycanlıların təsəvvür eləyin, gedib Rusiyada müharibədə həlak olmaları, yəni deyək ki, itirib axtaran da yox da kişi. Yəni, sən qalırsan belə təsəvvür elə, arvad, uşaq evdə, heç çoxunun pulunu da vermirlər. Məsələ budur. Putinin özü o andan bu andan, bilirsiniz, bankda əmanəti olan adamlara əmanətini vermir. Putin yanından, harada sən o boyda pul versin, sözdür deyir. Gedirsən ilkin ödənişi də eləyir. Ondan da qutardın, öldün, itdin, meydini də itirib axtaran yoxdur. Yəni, bunun hamısını kim eləyir? İlham Əliyev burada qalanlar bəs eləyir. Ona görə də nə qədər imkanı var, imkansızları rədd edir, qaçırdır ölkədən ki, ölkədə nə qədər adam az olsa, hansı ki, səhər bəyəxsiz yazmışdınız ki, 4-5 milyondan çox olmaz yəni adamlar.